burada görüntü çəkim. Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində eksklüziv, yalnız bizim səhifədə kanallarımıza görə biləcəyiniz əlim yandı vəziyyətdə olan mənzilimizi təqdim edirik. Mənzilimiz Masazır qəsəbəsi əsas prospekt yolun üzərində yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Binanın altında tanınmış elit bir geyim dükkanı, böyük mağaza yerləşir. Əsas prospekt yolun üzəri, qaynayan yer, belə deyək, mərkəz Masazırın düz ortası prospekt yolun üzəri. 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Yaşayış sahəsi 74 kvadrat, qiymət isə havayı, sudan ucuz 95.000 manata təklif olunur. Real müştərilərə cüzi endirim mütləq olunacaq. Belə evlərin qiyməti adətə 110-120 manatdan satışa çıxır, 1500 manatdan kvadrata, amma bu evin isə bir kvadratı 1266 manata düşür. Bu da ki, belə bazar qiymətindən hesablasaq, sadəcə təmirsiz ev üçün nəzərdə tutulur bu, padmayak ev üçün. Amma ev sahibi endirim edib sizlər üçün bir kvadratı 1266 manatdan təmirli vəziyyətdə qanuni 2 otaq 74 kvadrat mənzilimiz satılır. Qazlı, kubçalı 2 lifti yerləşir, həm yük, həm sərnişin lifti. Bir blokdan ibarət, hər blokda 11 mənzil yerləşir, 9 mərtəbəli binadır. Gördüyünüz isə bu sahə 30 kvadratlıq salon hissəmiz. Böyük, möhtəşəm. Binada hal-hazırda qaz var, evin kombisi yerləşdirilib artıq ev sahibi tərəfindən montaj olunub. Bax, belə deyək, bu da evin kombisi, təzə Rozi markalı kombi. Binada da qazı görürsünüz, aktivdir. Kim alıb yaşasa, aktiv vəziyyətdə radiatorlar qoyub yaşaya bilər. Bu da binanın həyət hissəsi, hörmətli izləyicilərimiz. Böyük həyəti var, uşaqların üçün, sakinlər üçün, istirahət üçün nəzərdə tutulub. Qəşəng formada. Qanuni 2 otaq dəyilməyib, bir delka bölünmə olmayıb. Hörmətli izləyicilərimiz, giriş isə evimiz, demək olar ki, bütün evimiz 74 kvadratı, 74'ü də döşəmədən isitmə. Giriş hissəsi, bu da isitmə. Bax, bu sanitar qovşaq hissəmiz döşəmədən isitmə. Hamam və sanitar qovşaq hissəsi bir yerdə. Aksesuarlar da qoyulub, asma tavan da qoyulub. Qiymət çox uzun, sərfəli 14 kvadratlıq mətbəx hissəmiz. Qəşəng qaz xətti də mətbəxə qədər çəkilib, kanalizasiya, su, binada internet mövcuddur. Daimi intensiv olan kommunal xətlər var.